Alim Kərimli Həzrəti Muhammedin oğlu olubmu? Bəli. Həzrəti Peyğəmbərin 3 oğlu olub. İbrahim, Abdullah və Qasim. Amma burada bir nöqtə var. Ona biz diqqət eləyək. Ərəbistanda 14 əsr bundan qabaq Peyğəmbərin zamanında belə bir adət vardı. Yəni ərəblər hələ 14 əsr tərbiyə olunublar, indiki ərəblər olublar. O zaman onlar bu cür deyil idi. Bunlar vərşi idilər. Bunlarda elə adətlər vardı, hələ bu günləri o adətləri insan tarixdə oxuyanda insanın başında tüklər biz dayanır. Əgər Peyğəmbər bunların içərisindən çıxmasaydı, bu günə qədər bir dənə də olsun ərəb iman gətirməzdi. Bunlarda adət vardı. Bir nəfərin 10 dənə qızı olsun, bir dənə oğlu olmasa ona sonsuz deyirdilər. O adam nüfus sahibi olmazdı. Yəni bir dənə oğlu olmasa 20 qızı olsun. Bir oğlu yoxdursa o hörmətsiz bir adam kimi tanınırdı Ərəbistanda. Nüfus sahibi olmazdı, söz sahibi olmazdı. Amma o nöqtə budur ki, Həzrəti Muhammed Peyğəmbərliyin xətmidir, xatəmən-nəbi. Yəni xətm, peçat, möhür. Ondan sonra Peyğəmbər olmayacaq. Əgər Peyğəmbərin oğlu olarsa, Peyğəmbərlik davam eləməlidir. Çünki nəsil peyvənd və sihir vasitəsilə artır. Peyvənd, yəni oğul vasitəsilə. Bütün Peyğəmbərlər Həzrəti Adəmdən tutmuş, Həzrəti Muhammeddə qədər peyvənddir. Peyvənd vasitəsilə nəsil artdı, gəldi, çatdı Həzrəti Muhammedə. Həzrəti Muhammed artıq xatəmən-nəbidir. Amma o adət ki, ərəblərdə vardı, yəni ki, bir adamın oğlu yoxdursa, onun söz sahibidir, nüfus sahibidir. Allah Həzrəti Muhammedə 3 dənə oğlu verdi. Bütün ərəblər gördülər ki, Həzrəti Muhammedin 3 oğlu var. Həzrəti Peyğəmbərin ən məşhur ləqəblərindən biri nədir? Əbul-Qasim Muhammed. Qasim atası Muhammed. Deyəndə ki, siz hansı Məhəmməddən danışırsınız? Deyirlər, Əbul-Qasim Muhammed. Qasim atası Muhammed. Day Fatimə atası deyilmir. Qasim atası.